Hidrofil yağı. Qeyd edim ki, hidrofil yağı bir çox xanımların marağına səbəb olan yağlardandır və biz bunu nə üçün istifadə etməliyik? Dəriyə hidrofil yağının nə kimi faydaları var? Qeyd edim ki, gündəlik tanala vuran xanımlarımız, gündəlik SPF-dən istifadə edən xanımlarımız, hidrofil yağı sizin mütləq şəkildə günlük rutininizdə olmalıdır. Çünki hidrofil yağı dəridə olan SPF, tanal kremləri, üzünüzə vurduğunuz hansısa bir kremləri dərindən, dəri qatından təmizləyən ən güclü yağlardan biridir. Üzünüzdə qara nöqtələr varsa, qara nöqtələrə çox gözəl təsir edir. Qara nöqtələrin sovrulub çıxıb yuyulmasına kömək olur. Üzdə olan məsamələrin içərisində olan yağları, pi vəzlə, o məsamələrin içinə ki balaca piylər ki yığılır, sarı rəngdə, ağ rəngdə yağ balansları yığılır. Onları təmizləyən ən gözəl yağlardan biridir. Faberlikin digər bir məhsulu haqqında sizə məlumat vermək istəyirəm ki, bu diş mərcunudur. Ramaşkalı diş mərcunu. Ramaşkadan əlavə tərkibində müxtəlif bitkilərin olduğu da göz qabağındadır və çox möhtəşəm bir təravətə malik olan diş mərcunu ağızda olan qoxunu aradan qaldırır, diş ərpini təmizləyir, zamanla diş daşlarının yaranmasının qarşısını alır, diş daşlarını təmizləyir. Yəni çox gözəl mərcundur. Onu deyə bilərəm ki, həm münasib qiymətə, həm də keyfiyyəti yüksək səviyyədədir.